İkinci Yaradıcılıq Birliği. İrina Muravyova, Tatyana Vasilyeva, Aleksandr Abdulov, Leonid Kuravlyov ve Mikhail Kokshenov en güzel ve en cazibedar filminde. Yoldaşlar, standartlaşdırma şöbəsindən Oskinin qaynanası ölüb. Pulları mən yığıram. Hansı Oskin? Sarışın saqqallı? Hə, özüdür ki var. Neçədən yığırsınız? Kimin imkanı nəyə çatır? Şəxsən mən 1 rubl verdim. Sən həmkarların üzvüsən. Ona görə də bizə nümunə ola bilməzsən. Doğrudan da ailədir. Adam başına 1 rubl çoxdur. Təzəlicə yığmışıq ki. Oskin özü olsaydı deyərdim hə. Yoxsa qaynanası? Onun heç üzünü də görməmişik. Həm də bu Oskin həmişə öz standartları ilə zəhləmizi tökür. Keçən dəfə onun ucbatından layihə az qalmışdı batsın. Necə istəyirsiniz? Dedim axı, kimin gücü nəyə çatırsa və nə qədər istəyirsə. Yoldaşlar, səhv eləmirəmsə, təftişin normaları sistemi Oskinin təklifidir. Buna görə o xüsusi mükafata da layiq görülür. Nadia, sonra yanıma gələrsən. Yaxşı, qoy olsun. Bir vaxtlar Oskinlə institutda şahmat oynayardıq. Məni isə bir dəfə necə oldusa maşınına götürdü. İşə gecikəndə. Görün nə deyirəm. Bir dəfə bufetdə öz payına düşən 2 şüşə balqar bibərini mənə verib. Mənim də qaynanam var. Necə deyərlər, hələ ki sağ-salamatdır. Amma bugündən sabaha etibar yoxdur. Bu pul yığmaqlarını elə gəlir vergisi kimi maaşdan tutsaydılar, lap yaxşı olardı. Həm işə mane olmazdılar, həm də bizdən soruşmazdılar. Yaşı yadıma düşdü. Valodia, sən bugün növbətçisən. Ay səni. Sən adama yaxşı söz deyərsən ki... Günahkar deyiləm ki, kollektivlə bağlı nə varsa sənin xoşuna gəlmir. Для тебя неприятно. Mən udmuşam. Oyuna biz başlamalıyıq. Əhsən, Mən Smirnovun yadına saldım ha, növbətçidir. Amma görürsən yenə gəlmədi. Başa düşmürəm, vacib nə işi var belə? Неотложные. məhəbbət. Axı o qadınların sevimlisidir. Yox, o yeriyən sürsümüydü. Oy. Nə saparırlar? Hər ehtimala qarşı baxmaq lazımdır. Lazım deyil, Nadia. Hə, nə olub? Orada kim var? Bu dəqiqə çıxın görün. Sakin, bəlkə kimsə var. Tərpən Vasya. Dayanın, yerinizdən tərpənməyin. Maşının yanından tərpən görüm. Valodia! Nadia, bərk dur. Sən o tərəfdən qabağını kəs. Melis! 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 Orada nəsə baş verir? Melis! Luyeva. Doğrudan sənsən? Susanna. Gör bir necə dəyişmisən. Ömründə səni tanımazdım. Amma sən dəyişib eləməmsən. Qulaq as, gözünün altı niyə qaradı? Nəsə olub? Dalaşmışam. Dalaşmısan?
Yaxşı. İndi hardasan? Nə işlə məşğulsan? Bura söhbət eləmək üçün yaxşı yer deyil. Gedək. Qulaq as. Gəl gedək kafeyə. Oturaq əməlli başlı dərdləşək. Amma sən elə gündəsən ki... Boş şeydi. Bilməmişdik. Düşürük. Yezdikdən sonra bura qayıtdım. Məişət kondisionerlər zavodunda sosiolog işləyirəm. Oha, sənə bir şey deyim. Peçka Kaputin də bizim zavodda işləyir. Yadından çıxıb. 9-cu sinifdə oxuyanda onunla bir partada otururduq. Evlidir, 2 uşağı var. Qulaq as, sən hələ də subaysan? Mənim kimsə kişilər bir sinif kimi yoxdur. Onlar mənim nəzərimdə boşluqdur. Kişilər nəyimə lazımdır? Olarsız da keyfim kökdür. Bəs 9-cu sinifdə oxuyanda Saşa çıxımın yolla öpüşən mən idim? Yəqin mən idim, hə? İnanmağım gəlmir ki, belə şey olub. O da Saşadan oldu. Özün bilirsən ki. Nadejda, de görüm niyə ərə getmirsən? Güya ki, kimsə mənə elçi düşüb, mən də özümü naza qoyuram. Susanna, heç kim mənə gözünün ucu ilə də baxmır. Heç baxmayacaqlar da. Bundan belə 100 il qala yenə baxan deyirlər. Təbiətdən sədəqə gözləmə. İstədiyimizi biz özümüz ondan almalıyıq. Miçurinin sözləridir. Yox, mənim ona görə ki, Miçurin bunu almarmıd haqqında deyib. Mənsə kişilər barədə deyirəm. Onları gərək özün ələ keçirəsən. Daha gözləmək lazım deyil ki, səni nə vaxt nigaha dəvət eləyəcəklər. Bir də ki, Nadia, niyə gizlədə yaxı? Biz ki, gözəl deyilik. Mən, hə? Amma sən gözəllər gözəlisən. Mən sadəcə lətafətli qadınam. Bundan artıq heç nə. Bir də heç kimin xəbəri yoxdur ki, bunu mən özüm eləyirəm. Özümü buna inandırmışam. Əli də özüm tapmışam. Təşəbbüs. Oy, Susanna, sən elələrindənsən ki. Ən sadəsindən. Sadəcə sənətim mənim dadıma çatıb. Hamı elə bilir ki, psixologiya, sosiologiya təkcə istehsalatda lazım olur. Amma bu elmlərin şəxsi həyatda yeri nəyə bərabərdir, bunu yalnız mən bilirəm. Bax, azı yarım saatı səndən oturmuşuq. Kişilər isə bizə gözlərinin ucu ilə də baxmır. Ona görə ki, ətrafda gör nə qədər bizdən cavanları, bizdən gözəlləri var. Elədir? Elədir. Biz bütün gecəni beləcə ikimiz otura bilərik, düzdür? Əlbəttə. İstəsən lap ömrümüzün axırancan oturarıq. Amma indi bax. Cavanlar, siqaretimi yandırmaqda mənə kömək eləyərsiniz? Kömək eləyərik. Yerimdən tərpənməyəcəm, özləri yaxınlaşacaq. Buyurun. Necə də maraqlı barmaqlarınız var. Violonçelist deyilsiz ki? Yox, ticarət işçisiyim. Necə məyər? Zərif, güclü barmaqlarınız incə qəlbinizdən xəbər verir. Təşəkkür. Bəlkə sizin masaya yığışaq. Siz də bizə nəsə danışarsınız. Bağışlayın, rəfiqəmlə ciddi söhbətim var. Amma sizlə rəqs eləyə bilərik. Düzdür, Nadia? Danışdıq. Rəqs eləyərik. Oy, ilahi, bu nə zibildir? Çəkən deyiləm, arada bir, elə belə ünsiyyət xatirinə. Deməli belə, sübuta ehtiyacı olmayan birinci teorem. Gözəl doğulma, diribaş doğul.
Gör nə deyirəm, daha doğrusu diribaş ol və özün özünə ər axtar. Əlbəttə ki, burada, kafedə yox. Salamata işdir. Ora necə də olmasa daha ciddi olar. Öz mühitiniz, daha davamlı ünsiyyət. Sənin iş yerində kişi var? Var. İcazə verin, dəvət eləyək. Neyniyim axı, yadımdan çıxdı. Elə bil külək yapardı. Necə yəni elə bir külə yapardı? Biz iki kişi ilə əlbəyaxa olanda sən qızla kinoda oturmuşdun. Vay həmin kişilərin halına. Təsəvvür eləyirəm onların başına nə oynatmısınız. Bu göy sənin üzündə olmalıydı, Nadiyanın yox. Onun niyə? Oğruların gözündə. Valoca bir dəqiqənin içində o sərxoşların öhdəsindən gələrdi. Sərxoşlarla nə işiniz var axı? Yaxşı, işə çıxmadığın günlər haqqında ştab drujenası rəhbərinin adından hesabat yazaram. Onda bilərsən. Buyur, buyur. Əgər belə vacibdirsə, mən başqa qrupla da növbətçilik eləyə bilərəm. Bizlə çıxa bilərsən. Bizim kampaniyamız çox sakitdir. Heç kimlə dalaşmırıq, heç kimlə də işimiz yoxdur. Sizin kimlərlə növbə çəkməkdənsə, gedib kinoya baxmaq ondan yaxşıdır. Mən bişirməmişəm. Anamın zəhmətidir. Onun əlləri qızıldır, qızıl. Deməli toy tezləşdirirsən? Binşa, ələ salmısan? 3-cü dəfə dərə gedirəm. Ən yaxınlarımızın əhatəsində qeyd elədik. Üçüncü ərin necədir? Yola gedirsiniz? İkincidən yaxşıdır. Amma bu da ideal deyil. Please. Deməli, bunu da sevmirsən. Təşəkkür. Laroş Fuko demiş, iki sevəndən biri sevir, o biri isə sevilməyinə imkan yaradır. Sizlərdən hansı biriniz sevilməyinə imkan yaradıb? Əlbəttə mən. Dəli deyiləm ki, özüm sevəm. Nədir, sevmək pis şeydir məyə? Hər şey asılıdır sənin bu sözə nə dərəcədə əhəmiyyət verməyindən. Bütün adi sözlər kimi. Başqa cür də ola bilər? Nə qədər istəsən. Nadia, biz Lucia ilə bu məsələdə sənə dərs keçə bilərik. Özdə çox ucuz qiymətə. Hə, Lucia? Çox sağ ol. Siz də keçinərəm. Salam, bizim oyunumuzdur. Gözünə nə olur? Heç, banditlərlə dalaşmışam. Növbə vaxtı? Nadia, ehtiyatlı ol. Birdən gözsüz qalsan, kimdən oynayaram? Mən bir gözlə də oynaya bilərəm. Siz də belə oynamalısınız, fora formasında. Əlbəttə, yoxsa fasiləsiz oynayırsınız. Elədir. Doğrudan yana, gəl oynayaq, onda ədalətli olar. Sınıyaq. Təşəkkür. Yaxşı, hələlik. Nacoş, sənin yanına gəlmişəm. Söz vermişdim axı. Suzanna, deməli zarafat eləmirdin. Belə şeydə zarafat olar. Nə danışırsan? Bu ki mənim sənətimdir, işimdir. Yeri gəlmişkən, səndən bir yerdə oynayan oğlan kimdir? Gena Susoyev laboratoriyanın texnikidir. Aydındır. Daha heç nə demə. Onun məsələsi məlumdur, amma pis oynamadınız. Deməli belə. O dolu sarışın kimdir? Lyosha Plyaxindir, ikinci dərəcəli konstruktor.
İkinci dərəcə bizə yaraşmaz. Yalnız birinci. O məni qətiyyən maraqlandırmır. Gəl bir maraqlandırsın. O cür sir-sifətlə. Bizə yaraşıqlı kişi lazımdır. Harmoniyanın bütövlüyü üçün. Belə. O məxmərdəki kimdir? Mişa Dyatlov, amma o evlidir. Nə olsun ki, lazım gəlsə boşaltdırarıq. Axı 2 qızı var. Hə? Yaxşı, onda qoy yaşasın. Aliment, uzun müddətli yoxa çıxmalar. Ağrımayan başımıza duz bağlamayaq. Hə, sizdə kişi sarıdan əməlli başlı qıtlıqdır. Mənə bax, müdirin barədə nə fikirləşirsən? Pyotr Vasilyeviç. Yaxşı, qorxma görək, o bizə lazım deyil. Heç olmasa elmlər doktoru, professor olsaydı, dərd yarı idi. Beləsi təqaüd yaşına qədər elə kontordaca oturub qalar. Çox yaxşı insanlar. Onu istəyirsən? Yox, nə danışırsan? Onda qalır. Bircə bu pijon. Hə, başqası yoxdur. Həm də o zahirən mənim xoşuma gəlir. Amma bu da mümkün deyil. Niyə? Gör bir necə yaraşıqlıdır. Məni heç adam yerinə qoymur. Qızlar onun dalınca sürünür. Nad, rezini tulla mənə. Hansı rezini? Təbii ki, saqqızı demirəm. Ha, Al, tut. Dziękuję. Niyə polyak dilində? Onun adətidir. Müxtəlif dillərdə danışır. Poliglotdur. Yox, hər dildə bir-iki söz bilir. O da ancaq salamdan sağ olur. Tutuquşu kimi elə hey təkrarlayır. Eybi yox, kişilərin heç kimə ziyan vurmayan hobbisi ola bilər. Qulaq as, amma mənə elə gəlir bu variant maraqlıdır. Gəl onun üstündə dayanaq, hə? Mümkün deyil. Qızların hamısı onun dalınca qaçır. Qoy qaçsınlar. O ki səndən evlənəcək. İstəyirsən? İstəyirəm. Bəs salam. Bu anketləri doldurursan, özünün və onun adından. Mənsə onları kompüterdə işləyirəm. Nad, olar yarısını mən kəsim götürüm. Nəyi? Pozanın, elə yumşaqdır ki. Hə, çünki mən onu ağ neftə sadıram. Kəsmə hamısını götür. Harfidirsən. İndi nə dedi? Heç, yenə təşəkkür elədi. Hə, hesab elə cibimizdədir. Yaxşı, Nacuşa, mən qaçdım. Fasiləm qurtarır. Ötürmək lazım deyil. Zəng vurarsan. Qliyeva. Yanına gələn bu timsah kim idi? Rəfiqəmdir. Özdə timsah niyə olur? Çox qəşəngdir. Əlbəttə qəşəngdir. Heç bilməzdim belə rəfiqələrim var. Elə bildim layihə şöbəsindəndir. Üzündə Mona Lisa təbəssümü olan 2 metrlik timsah. Cavan oğlan. Bəli, İcazə verin sizə bir test sualı verim. buyurun. Bax, əgər küçədə gənc, yaraşıqlı bir qadın görsəz, necə hərəkət eləyərsiniz? A. Ötüb keçərsiniz. B. Arxasınca baxarsınız. V. Bir fincan qəhvə içmək üçün evinizə dəvət eləyər və bundan sonra baş verəcək hadisələrə özünüz istiqamət verərsiniz. Düşünmədən cavab verin. Düşünmədən cavab verə bilmərəm. Ona görə ki, A bəndi. Mənə aydın deyil. Bir fincan qəhvədən sonra nələr baş verə bilər? B. Cavan oğlan. Sizin məsələniz aydındır. Ping-pongunuzu oynayın. Yenə bu sizdə pis alınmır. Klavdiya Matveyevna, Hə, az tanıdığınız adamların əhatəsində özünüzü necə hiss edirsiniz? pis. Çalışıram. Az danışım, tez aradan çıxım. Mənim üçünsə ətrafımda nə qədər az tanıdığım adam olsa bir o qədər yaxşıdır. Əsas da qadınlar. Və sən, Volodya? Ha?
Deyirəm, bəs sən? Ya? Normal. Bu barədə heç fikirləşməmişəm. Deməli sərbəstdir. Bəs kim qadın əşyaları şöbəsindən qadın tualetinə aid nəsə ala bilər? Kişilər, cavab verin. Baxır nə alırsan? İstənilən şey. Mən alaram. Aha. Lazımdırsa burada nə var ki? Amma mən yox. Mən o şöbənin yanından düz keçirəm. Volodya, bəs sən hamamda hündürdən oxumağı xoşlayırsan? Kulyuyeva. Bu nə axmaq sualdır? Əl çək məndən. Mən hamamda hündürdən oxumağı xoşlayıram. Kişinin ürəyinə yol onun mədəsindən keçir. Qədimdən qalma müdrik deyimdir. Qadınların çoxu bunu yadından çıxarıb. Ona görə də indi ağrısını çəkirlər. Əsas odur, heç vaxt nəyi nədən və necə hazırladığını deməyəsən. Bax, sən Valodyaya nahaq dedin ki, pozanı ağ neftlə isladırsan. Bundan sonra bunu o özü eləyəcək. Amma lazımdır ki, onun xoşuna gələn şeylər yalnız səndə olsun. Bunu hardansa almaq, hazırlamaq mümkün olmasın. Aydındır? Aydındır. Ancaq mən bu bişindini ona nə adla verəcəm? İlahi. Qonaq eləyərsən, qutarıb gedər. Sən bir gözəlliyə bax. Buna nəsə romantik bir ad da verərik. Maestro. Hələ də əlləşirsiniz? Hə, həm də cikkildəşirik. Mən getdim məşqə. Uğurlar. Amma xahiş edirəm, Pikkalanın fleytasına görə əsəbləşmə. Çalışaram. Əgər ləngisəm narahat olma. Orada işlərim heç düz getmir. Yalnız pinəçilərin işi düz gedir. İstedadlı adamlar daim axtarışdadır. Ağıl dəryasıdır. Mən getdim. Sağ olun. Ciao. Əlbəttə o dahi deyil. Amma bacarıqlıdır. Yoxsa ona ərə getməzdim. Öz aramızda kişilərə tərif deyəndə çox xoşlarına gəlir. Ölürlər tərifdən ötürü. Ona görə də öz Valodyana bacardıqca çoxlu kompliment elə. De ki, belə cəsarətlidir, istedadlıdır. Bacardıqca çox təriflə. Necə cəsarəti xeyirxahdır ki, gözümün altı onun ucbatından qaralıb. Hə, bir şey də var. İctimai işə belə can yandırma. Ondan sözünü elə göstər ki, güya yorğunsan, buna məcbursan, başqa yolun yoxdur. Elə niyə? Ona görə ki, bu qadını maraqlı eləyir. İctimai işlə məşğul olmağa məcbur olan qadını. Yaxşı, bəs məcbur olmağı nə ilə maraqlı eləmək olar? Qulaq as, sən ərə getmək istəyirsən ya yox? İstəyirəm. İstəyirsənsə, onda nə deyirlər, onu da elə. Hesab elə sənin həkiminəm. Sənə müalicə təyin eləmişəm, dərman, resept yazmışam və sən hamısına əməl eləməlisən. Əgər məndən soruşsan ki, bu resept, bu dərman nəyə lazımdır? Heç bir xeyri olmayacaq. Danışdıq? Danışdıq. Volodya. Sənə çatacaq. Pozandı. Dadına bax, ye. Çox dadlıdır. Peşman olmazsan. Sənə nə olub Kulyuyeva? Özümə səhər yeməyi gətirmişəm. Volodya, sən də elə ağlısan ki. Sənə nə gedir ki? Qonaq eləyirlərsə ye. Həmkarların tapşırığı ilə nə deyirsən? Volodya, onlar qarandaşını götürüm. Götür. Aha. Belə lazımdır, yer. Volodya, sən istəmirsənsə mən yeyə bilərəm. Əgər Nadia etiraz eləmirsə. Hə, əlbəttə, bir yerdə yeyə bilərsiniz. Yaxşı, yeyərəm. Bir şərtlə, növbətçiliyin əvəzinə. Nə danışırsan? Nə? Hə, növbətçilik. Boş şeydir, buyur. Hə? Onda yeyərəm. Hə, necədir? Nə hiss edirsən? Dadlıdır. Yenə gətirəcəm.
Mənim üçün də zəhmət olmasa. Senin üçün niyə? Necə yəni niyə? Otdu da axı. Anketi ilə tərtib eləmişəm ki, suallara həmin adam özü cavab verməlidir. Amma Valodiyanın əvəzinə sən cavab vermisən. Ona görə də istənilən səhv, istənilən yanlışlıq ola bilər. Gördün kompüter nə cavab verdi? Nə? Çox güman ki, o qeyri-rəsmi liderin təsiri altına düşüb. İndi bəs necə olacaq Susanna? Heç nə, onsuz da bizim olacaq. Amma səndən xahiş edirəm, ping-ponga vaxt itirmə. Valodiyanın yanında otur, özünü də elə göstər ki, güya şahmatla maraqlanırsan. Pul sarıdan narahat olma. Sonra hissə-hissə qaytararsan. Deməli belə. Əgər deyirəmsə, ümumiyyətlə pis deyil. Onda alver elə. Qiyməti sal. Amma mən balero oxuyuramsa, bax bunu qeyri-şərtsiz götür, başa düşdün? Aha, Susanna, məyər bu balerodur? My baby has lost his fight. 'Cause your baby is very mad. You love me. I say no. Necədir Susanna? Belə götürəndə pis deyil. So say loud. Lap bizim Vinogradova oxşadım, hə? Sən adama oxşadın. Vinogradova kimi olmaq istəmirsənsə bunu yoxla. Persikova kimi olacaqsan. Sən bir bax, Susanna. Gör nə maldı, necə materialdı, hətta beləsini də abra saldı. Bu paltarda mən hara gedə bilərəm? İşə biraz qeyri-ciddidir. Teatra gözə girəndi. Ümumiyyətlə pis deyil. Susanna, kimi gətirmisən yanıma? Uraldan düşüb nədir? Bunu yoxla. Karden. Bizdə ittifaqda bundan bir-iki dənədir. O da ittifaqda olmayan ölkələrin diplomatlarının arvadlarının əynində. Hə, nə deyirsən Susanna? Ümumiyyətlə heç də pis deyil. Başa düşdüm. Amma mən əgər etiraz eləmirsənsə, bu cinsi kürkü bir də ən birinci yoxladığım çəkmələri götürərdim. Nadia, indi məxmər şalvarda kimi təəccübləndirə bilərsən? Kardeni götür, səhv eləməzsən. Heç də pis deyil. Pis deyil. Bunların heç biri mənlik deyil, Susanna. Cinsləri nominal üzrə, qiymətləri üstündə verirəm. Nə götürürsə hamısının bir yerdə qiymətində 50 düşürəm. Götürürsən götür, götürmürsənsə vaxt itirməyək. 50 yəni 50 qəpik deməkdir? Bu 100% Uraldan gəlib. 50 rubl. Oy Susanna, gəl götürək, qiyməti salmıram. Красавицы Кадикса замуж не хотят. Mən çox gözəl və çox cazibədəram. Kişilərin çox xoşuna gəlirəm. Onlar mənim dərdimdən dəli divanədir. Nə boş-boş danışıram. Naciuş, niyə gecikirsən? Oy, buna bir bax. Xoşuna gəlir ana. 12-ci mənzildəki Lariskaya oxşayırsan. Bunda yaxşı deyil axı. Sən elə buna bax. Vol.
Kuleva, niyə gedib tenis oynamırsan? Bezmişəm. Şahmat öyrənmək istəyirəm. Aferin, ama çətin öyrənəsən. Sən ki öyrənmisən? Yəqin ki, mənə çox çətin olacaq. Axı sən harddan artıq bacarıqlısan. Kim? Volodya? O ki heç oynaya bilmir. Səndən ki yaxşı oynayıram. Şah. Oy, qorxutdun məni. Sonra? Hə? Klyoyeva, telefona. Deməli təzə paltarda gəlməyə ürək eləmədin? Yox, Avtotreninqdə kömək eləmədi? kömək eləmədi. Aha, yanlarında oturmusan? Aha, Oturmağında ol. darıxıram axı. Halva deməklə ağız şirin olmur. Axşam görüşüb söhbət eləyərik. Yaxşı olsun. Bayaqkını kim yutdu? Volodya. Təsadüfən. Təsadüfən, təsadüf əksər hallarda qanuna uyğunluqdur. Aferin Klyoyeva. Belə getsə öyrənəcəksən. Görürsən, heç kim səni barmaqla göstərmir. Əksinə, hamı fikirləşir ki, gör necə zövqlü, yaraşıqlı qızlardır. Bizim bayramımızda? Bax, yanımızdan 2 oğlan keçdi. Gör gözlərini necə zilləyiblər. Hanı, harda? Bağışlayın, deməsi saat neçədir? Saat neçədir? Demərik. Onları başından eləməyi də öyrən. Arada bir bu da lazım olur. Salam. Nadia'ya oxşayır. Sən bir ona bax. Cinsi indi ən geridə qalmışlar da geyinir. Nadia, xeyirdirmi, niyə belə geyinib keçinmisən? Rəfiqəm gildə gecələmişəm. Çatdırıb əynimi dəyişə bilmədim. Bu çəkmələr hardandır? Beləsini yarım ildə axtarıram. Mənim üçün gətiriblər. Fransadan. Bəs cinsin hansılardandır? Hindistandan? Uraldan gəlmisən? Görmürsən üstündə nə yazılı? Uralın bura nə dəxli var? Nəsə başa düşmədim. Düzdür desəm, sənin əynində belə şeylər görəcəyimi gözləməzdim. Hə, hələ bir ikisi də var. Onlardan Sovet İttifaqında bir iki dənədir. O da diplomat arvadlarının əynində. Çoxdandır. Məxfim odabaz olub mənim üçün. Səndən belə şey gözləməzdim. İndi isə hamınızı Nocturne piroquna qonaq eləyəcəm. Nə münasibətlə? Səbəb var idi bişirdim. Maestro hələ də yadımdan çıxmır. Bu yəqin ondan da dadlı olar. Вообще. Mən fasilədə çayla yeyəcəm. Bu dilimi isə Pyotr Vasilyeviçə aparıram. Please. Təşəkkür. Anam da eyni ilə beləsini pişirir. Amma reseptin adı sadəcə çay üçün adlanır. Sizə nə olub qızlar? Elə hey pişirirsiniz. Ondansa kələm turşusu qoyaydınız. Təşəkkür. Nadia. Olar Volodyanın da payını mən yeyeyim. O icazə verir. Nadia, nə olub, Valodyaya vurulmusan? Nə? Aha. Bu hardan ağlınıza gəlib? Necə məyər çox hiss olunur? Başqalarını bilmirəm, amma mən dərhal sezdim. İllah da belə geyinəndə.
Amma başa düşmürəm, o sənin nəyinə lazımdır? Ərköyündür, qeyri-ciddidir, ata-ana uşağıdır. Artıq ərə getmək vaxtımdır, Klavdiya Matveyevna. Volodya isə ən yaxşı namizəddir. Sənin üçün? Hə, bunu hətta kompüterdə təsdiq eləyib. Bir halda ki, kompüter təsdiq eləyib, heç nə deyə bilmərəm. Məndəki beyindir. Kompüter deyil. Amma bir şey dəqiq bilirəm. O sənin tayın deyil. Bax, Lyoxa Pryakin. Əsl sənlikdir. İstəyirsənsə aranızı düzəldə bilərəm. 100% söz verirəm. Necədir? Hə? Pryaxini tora salmaq böyük qələbə deyil. Pryaxin demək olar cibimizdədir. Bircə maestro ilə o hazırdır. Bəs sonra onunla nə edəcəksən? Bezdirəcək, darıxmaqdan öləcəksən. Bizə isə əbədi mübarizə lazımdır. Başa düşürsən? Bütün ömrü boyu alışıb yansın. İstəyirsən? İstəyirəm. Onda Pryaxini qoy bir tərəfə. Yeri gəlmişkən bizim əl-ayağımıza dolaşır. Planımızı təhlükə altında qoyur, elə tək davranışı ilə. Planımızın yalnız yeməklə bağlı olan hissəsini. Amma ən əsas hissəsini. Onda gəl ona əvəz tapaq. İndisə autotreninqlə ikilikdə məşğul olaq. Nədənsə formadan düşməyə başlamışam. Otur. Hazırsan? Hə, Onda getdik. mən ən gözəli, ən cazibədarıyam. Bütün kişilər mənim dərdimdən dəli divanədir. Mənim gözəl bədən quruluşum var, qəşəng ayaqlarım var. Mən kişiləri əlcək kimi dəyişə bilərəm. Onları istədiyim kimi əlimdə oyuncağa çevirərəm. Bircə ifadəli baxışım kifayətdir ki... Nə ilə məşğulsuz? Nə olub? Nə olub? Yorulmuşuq. Dincəlmək üçün oturduq. Əzizim, səndən bir xahişim var. Söz ver ki, yerinə yetirəcəksən. Söz verirəm. İşin axırında Nadiyanın dalınca getmək lazımdır. Bu sənin dissertasiyanın eksperiment bölməsinə aiddir? Əlbəttə gedərəm. Nəyə görə? Arkadi işin axırında dalınca gələcək. Hamının gözü qabağında maşına oturdub naməlum istiqamətdə aparacaq. Bu Volodyanı qıcıqlandırmalıdır. Onun sənə münasibətini dəyişməlidir. Əlbəttə. Təsəvvür edirəm nə günə düşəcəklər. Özdə tək Volodya yox. Nə dissertasiyadır elə? Kəbin kəstirənlərin psixologiyası. Bu, psixologiya və sosiologiyanın az tədqiq edilmiş sahələrindəndir. Oy Nadyusha, səndən hələ o qədər kəşflər eləyəcəyik ki. Hə, vəziyyət necədir? Larisa Vladimirovna. Qorxulu bir şey yoxdur, əzizim. Bizim əlimizdən heç yerə qaça bilməz. Sübh şəfəqləri qoğalını bir də bişirin. Autotreninqi də davam elətdirin. Yaddan çıxarmayın ki, siz ən gözəli, ən cazibədarısınız. Mən ən gözəli, ən cazibədarıyam. Bütün kişilər mənim dərdimdən dəlidir. Onlara təbəssüm və ötəri baxış bəxş eləsəm, dünyanın xoşbəxti olacaqlar. Ən gözəli. Salam Nadia. Salam. Gecikmirik ki. Çatarıq. Dodağının altında nə mızıldanırdın? Elə bilə, söz oyunu. Bəs niyə fasilədə oynamağa gəlmirsən? O Egena, o qədər işim var ki, təəssüf ki, hamısını sənə danışa bilmərəm. Aydındır. Başdan ayağa mübarəksən. Çox sağ ol, xoşuna gəlir? Amma düzünü de, Egena. Xoşuma gəlir. Amma sən nəsə başqa cür olmusan. Necə başqa cür? Biraz da qəşəngləşmisən. Hardan qəşəng olmuşam? Ciddi deyirəm, sənsə zarafata salırsan.
Mən də ciddi deyirəm. Nad. Məndən bu kepi almaq istəmirsən? Nəyimə lazımdır? Necə? Məyər bilmirsən, kepi indi dəbdədir? Yoxla. Bax, Oy, necə qəşəngdir. sənə yaraşır. Bəs özün niyə geymirsən? Əvvəla bu mənim stilim deyil. İkincisi də təzə ərimdə də eyni ilə bu kepidən var. Səncə, Nadia şalvar giyibsə, deməli, kep də qoya bilər? Məncə yaraşır. Bilirəm də nə deyirəm. Şükür ki, rəfiqələrimin hələ dəbdən başı çıxır. Burada jurnalına hər ay baxırıq. Salamlar. Oleg Popov şəxsən özü bizə qonaq gəlib. Xoş gəlmisiniz. Dəqiq elədir. Yox, Lucia. Kepi qoya bilmərəm. Salam. Vəziyyət belədir, yoldaşlar. Suşevskə 3 nəfəri göndərməliyik. Aqreqatın sınağına. Kimi göndəririk? Hə, nə oldu? Ailələri göndərməyəcəyik ki. Bu nahirsizçilikdir, Pyotr Vasilyeviç. Ən birinci elə ailələrə lazımdır. Arvad uşaqdan dincəlmək üçün. Xahiş eləyirəm məni göndərəsiniz. Volodya Simirovla birgə. Mən razı. Gördünüz? Buyurun, gedin. Məni də göndərin. Sən niyə? Dördən ha. Нужно ведь 3 nəfər lazımdır 3 axı. человека. Nadia. 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 Nə olub sənə? Arkadi, tamam yadımdan çıxıb. Mən bundan ötürü məşqi yarımçıq qoymuşam. Bununsa yadından çıxıb. Gedək. Mənə baxıb gülümsə. Mən gülümsədiyim kimi. Susana belə tapşırıb. Gedək maşına. Susana əsl dahidir. Bizi gördülər, bizə baxırlar. Orada bir neçə nəfər donub qalıb. Elə bil iflic olublar. Bəlkə onlara əl eləyim. Susana icazə verib? Yox. Onda lazım deyil. Heç bir öz fəaliyyət lazım deyil. Elmlə zarafat olmaz. Əyləş. Ax belə.
Lyoşa, ayaqqabının bağı açılıb. Nə vaxt bağlı olub ki? Bəs bu qolundakı nədir? 3 gündür bu ləkə burdadır. Şorba tökülüb. Bunu deyirsən, yapışqandır, təmizləmək yadımdan çıxır. Subaylıq belədir də, arvadın olsaydı qayğına qalardı. Anam da kənddən yazır ki, evlən. Nə vaxt evlənim axı? Bəs sən nə deyirsən? Nə deyəcəm? Güya ki, dünya doludur qızla. Hamısı da oturub məni gözləyir. Doludur, dolu deyil bilmirəm, amma bizim institutumuzda yaxşı qızlar çoxdur. Məsələn, Naçka Kluyeva nəyə əskikdir? Dadlı pişirir. Amma gör dalınca necə adam gəlir? Bəlkə qohumudur? Hə, qohumudur. Lyoşa, sən də pis deyilsən. Kişi gərək səliqəli, təmizkar olsun. Bir Volodya Smirnova bax, qadın kimi ətirlənir. Amma sənin ayaqqabının bağı açıqdır, paltarının qolunda da yapışqan. Anadan olandan bəri ütülü şalvar görməmisən. Səni hansı qız sevər? Afərin. Amma bu azdır. Lyoşa, gör nə deyirəm. Salamlar. Pyotr Vasilyeviç, salam. Kənddən bir dostum gəlib. Mən də onun yanında. Kolxozçuların evində gecələməli oldum. Evə gedib əynimi dəyişməyə vaxtım olmadı. Lap yaxşı, Lyoşa. İşə də belə gəl. O dəqiqə görünür ki, evlənməyə hazırlaşırsan. Oldu. Belə də gələcəm. Nadia, dünən dalınca gələn o yaraşıq kim idi? Qohumun idi? Yoxsa... Yoxsa nə? Bunu necə başa düşək? Bax belə. Subay qıza belə suallar verməzlər. Maraqlıdır, bu harda yazılıb? Tanışım idi gələn. Lyoşa. Yalvarır ki, ona ərə gedim. Get, Klyoyeva. Nəyə fikirləşirsən? Jublenin axırıncı modeli idi. Hə? Adama daha nə lazımdır? Belə şeylərə görə ərə gedə bilmərəm. Sevməsəm mümkün deyil. Naxaq. Hesablara getsən yaxşı olar. Tək ki, hesab düz olsun. Elə işdə hesab? Yox. Yalnız hisslər. Mən də elə bunu deyirəm. Hərçənd bəziləri elə hey ərə gedir. Elə hey hesablayır. Bilet götürdüm. Şəxsi əlaqələrim sayəsində. 17:03-də gedirik. Niyə belə tez? Gecədə gedə bilərdik. Yadından çıxartma, mən evliyəm. 2 qızım var. Evdə keçirdiyim hər 2 dəqiqə 4-ə bərabərdir. Ciddi rejimli islah əmək müəssisəsindəki kimi. Hesabla evlənmisən, yoxsa sevmisən? Mən hər şeyi sevgi ilə eləyirəm. Başıma nə gəlirsə, hamısı bunun uzbaqındandır. Bu da sənə bir nümunə. Hər halda mənim az-çox təcrübəm var. Nə var? Volodya, sən ezamiyyətə getmək istəyirsən? Deyim ki, ürəyim gedir, yox. Amma lazımdırsa gedərəm. Necə məyər? Qoy sənin yerinə mən gedim. Mən məmnuniyyətlə. Amma Diatlov inciyəcək. Ged onunla danış. Get. Mişa, qoy Volodyanın yerinə ezamiyyətə mən gedim. O razıdır, əgər sən etiraz eləmirsənsə. Bəs mən orada səndən nə eləyəcəm? Necə yəni nə eləyəcəksən? Aqreqata sınaqdan keçirdəcəksən. Elə bilirsən, mən ailəmi, dostlarımı qoyub buradan ora aqreqat sınamağa gedirəm? Qulaq as, Klyoyevanın yerinə get. Aqreqatını da nə qədər istəyirsən, sına özün üçün. Başa düşürsən? Mən elə Nadia'ya görə getmək istəyirəm. Xoşum gəlir ondan. Amma aramızda qalsın. İşə bir bax. Salam yoldaşlar. Salam. Hər vaxtınız xeyir. Hə, ciddi səbəbdir. Kişi kimi səni başa düşürəm. Amma heç cür kömək eləyə bilmərəm.
Sənin Nadyan gedəcək də, gələcək də. Mən sizə belə fürsət əldən buraxa bilmərəm. Burada arvadım, 2 qızım. Ona görə də bağışla, bacarmaram. Valodyanı da vermərəm. Ona görə ki, mənə kefcil, yaraşıqlı tərəfdaş lazımdır. Mənə nə gəlib? Təzə kostyum geyinsən də gərək bağışlayasan. Ümumiyyətlə, yaxşı olansan, amma bu məsələdə yaramırsan. Yaramırsan. Yaxşı, Mişa. Yaxşı yol. Klyoyeva və Stepankova, mənə yaxınlaşın. Əşyaları ilə? Gülməli heç nə yoxdur. Bəlkə elə ortaca. Necə deyərlər, xalqın gözü qabağında. Əlbəttə, əlbəttə. Yaxşı. Bu yoldaş sizin yanınıza gəlib. Biz neynəmişik ki? Səmimi etiraf hökm çıxarılan zaman nəzərə alınacaq. Diqqətiniz burada olsun, yoldaşlar. Belə, bura keçin, buyurun. Xahiş edirəm, buyurun. Təhlükəli cinayətkarın yaxalanmasında göstərdikləri cəsarətə və hünərə görə rayon Daxili İşlər İdarəsi Stepankova Klavdiya Matveyevnanı fəxri fərmanla təltif eləyir. Təbrik edirəm. Sizin bu hərəkətinizə heyranam. Mənlik bir şey yoxdur. Özümə qalsaydı çətin. Mən onun dalınca gəldim. Buyurun. Təşəkkür. Və Klyoyeva Nadejda Vasilyevna. Heç ağlıma da gəlməzdi ki, belə yaraşıqlı bir qız quldurlarla əlbəyağa döyüşə girə bilər. Buyurun. Çox sağ olun. Siz də sağ olun. Mən nəyə görə? Komplimentə görə. Aha. Afərin Klyoyeva. Yemək götürmüsən? Belə. Nə maraqlı əlim var. Ağıl xətti çox dərindir. Özü də ömür xətti ilə birləşir. Nə olsun ki? Uşaqlar, orada biri dayanıb əldən buraxması deyil. Hardadır? Neyniyək? Bəlkə yanımıza dəvət eləyək. Düzdür. Xüsusi bir şey görmədim. Sənin üçün ola bilər, amma bizim üçün hər şey xüsusidir. Hə, Valodya, get görək. Yox, mən bacarmaram. Ну, Басара, нет. Mənsə tamam özümü itirmişəm. Əl ayağım əsir. Sən dəvət elə Nadia, bir qadın kimi. İşim gücüm qurtarmışdı. Yaxşı olacaq Klyoyeva. Sən ki kollektiv həvəskarısan. Kart oynayarıq. 2-2-yə. Kart üçün başqasını da dəvət edə bilərik. Başqasına imza lazımdır. Burada belə bir mələk yolu ola. Nə ola ola? Get. Darıxırsınız? Yolda həmişə darıxıram. Gəlin gedək bir yerdə darıxaq. Biz dövlət konsertinin artistləriyik. Mən konferansiye və bədii rəhbərəm. Dostlarımsa həmkarlarımdır. Lirik mahnılar janrının ifaçısı Nadejda Aşkinazis. Öz müşayiətçisi ilə sizi yanımıza dəvət eləyirik. Xudmani məclisə. Təşəkkür, amma gələ bilmərəm. Niyə? İnanın, hər şey yaxşı. Nə məsələdir? Dima, bizi qonaq çağırırlar. Tanış olun, əlimdir. Sizə belə də lazımdır. Nədir uşaqlar? Bəlkə kart oynayaq? Yox. Ondansa Mişa qoy yenə radiodan danışsın. Problem yoxdur. Otaqda 4 pişik var idi. 3'ü çıxdı. Neçəsi qaldı? Biri. Yox, fikirləşin. Fikirləşmədə nə var ki? 4 idi, 3'ü çıxdı, biri qaldı. Dima, qızışma. Əgər bu tapmacanı tapmaq belə asan olsaydı, radio bununla məşğul olmazdı. Excuse me. Yaxşı. Bəs sizcə neçəsi qaldı? Doğrudan da. Onsuz da tapa bilməyəcəyik. İkisi. Niyə? Biri qayıtdı. İşə bir bax. Konsertdə də
belə şeylər danışırsınız? Hə. Öz aramızdır. Mən estrada artistlərinin ümumİttifaq müsabiqəsinin laureatıyam. Bu bizim üçün böyük şərəfdir. Hə. Bəlkə siz bizə nəsə oxuyasınız? Müşahitsiz? Mümkün deyil. Heç nə olmaz, ötüşərik. На бой быков смотреть пошли с тобой однажды этим летом. Gördünüz? Zəhmət olmasa deyin. Qızı bizdən mümkün olduqca uzağa göndərmək olmaz? Ayrı mərtəbəyə, ayrı yerə. Onun nəyi sizin xoşunuza gəlmir? Sizə düzünü deməyə məcburam. O arvadımın ən yaxın rəfiqəsidir. Səfərimizin məqsədi nədir? İşgüzar. Ezamiyyətdə olan iki yaraşıqlı kişinin isə özünüz başa düşürsünüz də, başına hər şey gələ bilər. Yaxşı. Sizin Kulevanı elə yerdə yerləşdirərik ki, axtarsaz da tapa bilməzsiniz. Biz sizə borclu. Dərin minnətdarlıq hissi ilə. Ehtiyac yox idi. Xalaya sağ ol de. Madlopt. Gürcü dilində çox sağ ol deməkdir. Bu əyrini elə belə də düzəldə bilərəm. Bundan ötürü göstəricilərin hamısını yazmaq vacib deyil. Nə danışırsan Valodya? Göstəriciləri nə qədər dəqiq yazsan, əyrini də bir o qədər dəqiqliklə təyin eləyə bilərik. Kim dedi ki əyridir? Maşın bizdən də çox yaşayacaq. Mən bir söz demək istəyirəm. Qaynatan burada yaşayır. Müharibə əllidir. Evinin damı damır. Bax, bizi buraxsaydın, Valodya ilə gedib veterana kömək eləyərdik. İşdən sonra olmaz. Özüm də kömək eləyərdim. İşdən sonra olmaz. Çatdırmarıq. Orada iş xirtdəydəndir. К счастью стремишься сквозь все испытания, счастье как чудо великого ждешь. Может быть даже само ожидание счастьем когда-нибудь ты назовешь. В любви рецептов нету, доверимся судьбе. Легко давать советы другим, но не себе. Дождаться счастья надо. Зачем торопишь жизнь? Быть может, счастье рядом, быть может, счастье рядом. Лишь только оглянись. Где тот единственный рыцарь-мужчина? Где его встретить и в ком угадать? Сверхэлектронная чудо-машина не в состоянии мне предсказать. В любви рецептов нету, доверимся судьбе. Легко давать советы другим, но не себе. Дождаться счастья надо. Зачем торопишь жизнь? Быть может, счастье рядом, быть может, счастье рядом. Лишь только оглянись. Gör bir necə çox bilmişdi. Yox. Yəqin ki, belə alınmayacaq. Otaq yoldaşım da gəldi. Hə, qəşəngdir. Bu saat soruşaram. Qulaq as, Nadia.
Günorta 2 sirk təlimçisi ilə tanış olmuşam. Ananas süfrəsinə dəvət edirlər. Gedək. Yox, Larisa, yorulmuşam. Özün get. Qulaq as, tək yaxşı deyil. Onlar 2 nəfərdir. Naca, xahiş edirəm, məni tək qoyma. Çox ləngimərik. Biz gəlirik, Erik. Ananasları hazırla. Axır ki, quşu şirinlikləşdirib qəfəsə saldıq. Tanış ol Naca, bu Erikdir. Lap yaxşı. Təlimçilər bunlardır. Hə, bu Arturdur. Budur. Bəs ananaslar hanı? Keçin içəri. Keçin, keçin. Buyurun. Mən gedim sifon gətirim. Hansı sifon? Burada ananas hardandır, Larisa? Dördən də. Afrikada deyilik ki. Zarafat eləyirdik. Amma bizdə xurma qurusu var. Artur, yəni... Valodya, mənim çantama bax. Get. Xurma. Alın, budur. Deməli belə, bunlar hansı heyvanları öyrədirlər? Bu panterləri, Artur isə itləri. Onun itləri futbol oynayır. Arada bir. Birinci dəfədir ananası olmayan təlimçi görürəm. Ananasımız yoxdur da. Deyirsən, indi neyniyək? Bir halda ki belə oldu. Onda proqramımıza gələrik. Ananasınız yoxdur axı. Adi zarafat idi. Oyun idi. Başa düşürsən? Qaynatan da oynaydı, hə? Müharibə ərliliyi, veteran, o da zarafat idi. Haqlısan Nadia. Günahkarıq. Bizi başa düş. Günahımızı öz işimizlə yumağa hazırıq. Buyur. Gəl bir eləyək Nadia. Bugün biz işləyəcəyik. Sənsə get gəz, dükanlara bax, bütün göstəriciləri qeydə alarıq. Hə, siz dediniz, mən də inandım. Sizə aqregata etibar eləmək olar. Göstəriciləri gözə yarı yazırsınız. Əyri biraz deyilər. Əylər düzəldərik. Hər halda mühəndisik, Nadia. Doğrudan? Doğrudan. Mən elə bilirdim, təlimçisiz. Erik, Artur, iş başına. Mən bildim Valodya. Ezamiyyətimiz niyə zibilə döndü? Necə deyərlər, əlimizdən çıxdı. Niyə? Klyoyevanın mənə gözü düşür. Məsələ bundadır. Hardan ağlına gəldi? Bizlə bir yerdə ezamiyyətə getmək istədi. Bu bir. Yol boyu bizi gözdən qoymadı. Nəyə əl atdıqsa aman vermədi. Belə? Bu iki. Larisa'ya görə gördün mənə necə baxırdı? Elə bil əriyəm. Hirsi hələ də soymayıb. Heç ağlıma da gəlməzdi ki, Kulyayeva da kiminsə xoşuna gələ bilər. Gözümüz ona öyrəşib. Amma pis deyil. Öz aramızda qalsın. Priyaxin ölür ondan ötürü. Nə danışırsan? Özü deyil. O isə görürsən məni istəyir. İşte belə şeylərə yol vermərəm. İstəyir Kulyeva yox, Safi Laren olsun. Haqlısan, düz deyirsən. De görün bəs Kulyayeva ilə işdən kənarda tanış olsaydın, onda necə? Onda başqa məsələ. Uşaqlar, yemək hazırdır. Əllərinizi yuyun. Bir dəqiqə. Gördün mənə necə baxırdı? Aç toyuq darıya baxan kimi. İndi gördüm. Oy, bu vaqonda nə qəşəng oğlanlar var. Yoxsa bizimki... Keçin qızlar, keçin. Bizi günaha batırmayın. Elə vəziyyətdəyəm ki, elə bil arvad uşaqla gedirəm. Fikir vermə. Gedək. Hər şey aydındır.
Valodya ezamiyyətdə qeyri-formal lidercətlığın təsiri altına düşüb. Amma bunun özündə də yaxşı bir şey var. Deməli, ona təsir eləmək olar. Qulaq as, Nadya. Sənə Canni Morandinin konsertinə bilet verərəm. Valodyanı dəvət eləyərsən. Əgər bu da kömək eləməsə, ürəyini açarsan. Yaxşı? Ən təsirli üsul. Nədən qorxursan ayaqmaq? Sən Tatyana Larinanı yadına sal. Qadınlar eşq elan eləməyi indi tərk ediblər. Bu da elə özlərinin ziyanınadır. Bu elmi faktdır. İndi bax, sənə paltar da seçəcəyik. Özün bax. Bizdən canlı qutara bilər? Canni Morandinin konsertinə getmək istəyirsən? Nə? Deyirəm, Canni Morandinin konsertinə getmək istəyirsən? Zarafat edirsən, Kulyayeva. Yox, düzünü deyirəm. Bir dənə artıq bilet var. Bugünə. Bilet batırsa mən gedə bilərəm, Nadya. Yox ha, məyər belə bilet bata bilər? Yox, tardı, yox, Nadya, özüm gedirəm. Sənsə Priyaxin, bir tər ötüşərsən. Bugün futbol var, get bax. Hə, elədir. Kuboklar kuboku. Qulaq as, Priyaxin. De görüm sənin nəzərincə, aralıq valı ətraflara sıxılmış tirdir. Bəs niyə sıxılmış? Nə əfəl oğlansan, Lyoşa. Belə tez təslim oldun. Nə eləməliydim ki? İnadkar təşəbbüskarlıq, ümidsiz vəziyyətlərdə belə lazımdır. İstənilən qadın çarəsiz qalanda bu cür hərəkət eləyir. İndiki kişilərə bax, ilahi. Oy, Nadya. Hara belə? Konsertə? Nə qəşəngsən. Bəs paltar hardandır? Christian Dior'dan. Alverşidən almısansa deməli bahalıdır. Konsertə Susanna ilə gedirsən? Yox, cavan oğlanla. Oy, ola bilməz. Ola bilər. Mən getdim. Sizdə artıq bilet olmaz. Təəssüf ki, yox. Yox. Lyoşa, Hə, yaxşı uşaqlar. sən ki futbola baxacaqdın. Nə futbol? Belə bir konsert ola. Görürsən, bilet tapmışam. Od qiymətinə. Bəs sən niyə gecikirsən? Valodiya çoxdan gözləyir. Qadın gecikməlidir. Gözləmə anları Aha, kişiyə bir daha sakitcə qadın barədə fikirləşməyə imkan verir. Valodiya ola fikirləşə. Özü də o tək gəlməyib. Kimdən gəlib ki? Bu saat görərsən. Bu da olar. Ah, Nadya, tanış ol. Bu Svetadır. Salam. O da konsertə getmək istəyir, amma bilet tapa bilmir. Bir yerdə dayanmaqla heç nə tapa bilməyəcəyik də. Bir biletdən ötürü özümü hara gəldi vurmuşam. Hələ nə qədər də pul vermişəm. Ver mənə, nə qədər istəsən razıyam. Nə danışırsan? O boyda kuboklar kubokundan imtina eləmişəm. Ağlın başındadır? Nə danışırsan? Mən getdim. Ancaq çataram. Odur ki, fasilədə görüşərik. Hələlik sağ olun. Azarkeşə bax. Get. İndi nə edəcəyik? Konsert başlayırsa nə etməliyik ki? Yaxşı mən getdim. Dayan görün. Nadya,
Sən bu konsertə lap çox getmək istəyirsən? Bəs Livalıca utanmırsan? Dayan Sveta. Mən doğrudan konsertə getmək istəmirəm. Onda özümüzü niyə öldürürük? Nadyusha, çox sağ ol. Nadia, çox sağ ol. Vaxt itirməyək, gedək. Tez ol, tez. Tez. Sən təkcə şahmatda yox, elə həyatda da pijonsan. Nadia ilə elə davranmaq olardı. Bileti özü mənə verdi. İnsan su içəndə ona ilan da dəymir. O nə eləyirsə, mənə görə eləyir uşaqlar. Qıza yazığım gəlir. Burada sənlik nə var ki? Var. Klüyevanı olar. Bizim rəqibimiz. İçməkdə davam edirik. İç yox. İç. Salam. Qulaq as. Səndən çox vacib xahişim var. Mən sənin işinə yaradım. İndi də ümid eləyirəm sən məni yaradacaqsan. Mümkünsə Susannaya de ki, bugün institutunuzda ziyafət var. Gərək mən də sənin yanında olam. Elə niyə? Bilirsən, biz bugün Susanna ilə konsertə getməliydik. Mənsə bu axşam mütləq bekar olmalıyam. Vəziyyət belə gətirib. Sənə isə o sözsüz güzəştə gedəcək. Onu sevirsən? Kimi? Susannanı. Əlbəttə. Ona münasibətim gözəldir. İstedadlı halimdir, gözəl insandır. Nadia, mən musiqiçiyəm, başa düşürsən? Mənim üçün ara bir hissləri dəyişmək, emosiyaların partlayışı, güclü hissiyat çox vacibdir. Musiqidəki kimi. Başa düşürsən? Hər şey aydındır. Bağışda heç cür kömək eləyə bilmərəm. İçməyə davam eləyirik uşaqlar. Qazlı sudur. Qazlıdır. Bu sizi niyə belə maraqlandırır? İçmək istəyirəm. İstəməyinə istəyə bilərsiniz. Amma su institutun işçiləri üçündür. Siz buranın işçisiz? Xeyr. Onda söhbət tutardı. İç yoxa. İç. Nadyusha, bu sənə çatacaq. Çox sağ ol. Nə münasibətlə? Ezamiyyətimizdən xatirədir. Nadia, bu sənin üçündür. Mənə kənddən bir dolu səbət göndəriblər. Necə də qəşəngdir. Amma bu çoxdur. Yaxşı, birini götürürəm. Nadia, hədiyyəmi qəbul elə.
Şeyx malıdır. Çox yumşaq. Ağ neftə qoymağa ehtiyac yoxdur. Çox sağ ol Valodiya. Gör nə yaxşıdır. Boş şeydir. Nadia, bilirsən, mütləq yaxşı bir konsertə bilet tapıb səni dəvət eləyəcəm. Çox sağ ol. Rezin bəsimdir. Qalan şeylər isə axmaqlıq imiş. Axmaqlıq. Bağışla məni. Nəyə görə? Nadia. Nadia, telefona gəl. İşlər necədir? Ürəyini açdın? Hə, Dedi ki, səni sevmir, hə? Məncə əladır. Ağıllısan. Hər şey lazım olduğu kimi gedir. Axşam danışarıq. mən səni sevirəm, Suzanna. Mən də səni, Nadюша. Çao. Nadia, hara? Nadia. Oynayacaqsan? Oynayana. Elə darıxmışdım ki. Çox. Elə mən də darıxmışdım.